Səhərlər oyananda üzünüzdə şişkinlik hiss edirsiniz ya da ki, bir gecənin içərisində tərəzi 2 kiloqram artdı. Təşvişə düşməyin, narahatçılığa ehtiyac yoxdur. Bu sadəcə sudur. Yəni siz bir gecəyə 1 kiloqram, 2 kiloqram piylə kökəlməmisiniz. Bugün sizə sizi olduğunuzdan daha artıq çəkili göstərən ödəmin 3 səbəbini açıqlayacağam. Bu arada bilməyənlər üçün ödəm şişkinlik və bədəndə həbs olan suların adıdır. Birincisi gizli duz və natrium balansı. Bədənimizdə hüceyrə xaricindəki mayenin balansını natrium tənzimləyir. Əgər axşam çox duzlu və yaxud da ki işlənmiş, yəni souslar, kolbasa, sosislər və s. qidalansanız, axşam bədəndəki natriumun balansını tənzimləməkdən ötürü orqanizm litrlərlə su saxlaya bilər və nəticədə səhər-səhər şişmiş gözlər, ayaqlar və yaxud da ki üz. İkinci səbəb karbohidrat. Bəli, karbohidrat süngər kimi suyu bədəndə saxlaya bilir. Hər 1 qram karbohidrat orqanizmdə 3-4 qrama qədər su saxlaya bilir. Bədənimiz qəbul etdiyimiz şəkərləri glikogen formasında bədəndə saxlayarkən, glikogen bir süngər kimi içdiyimiz suyu özünə çəkir və nəticədə artıq qəbul etdiyiniz karbohidratlar, tortlar, şirniyyatlar, şəkərlər gecədən səhərə orqanizmdə bir miqdar su saxlaya bilər. Və bu da təəssüf ki, səhər-səhər tərəzinin üzərində sizin üçün psixoloji bir böhran yaşadır. Üçüncü səbəb isə kalium və maqnezium çatışmazlığıdır. Su balansını qorumaq üçün bədənə kalium lazımdır. Əgər tərəvəzlərdən az istifadə edirsinizsə, bədəninizə natrium hakim olacaqdır və həmin natrium bədəninizdən suyu bayıra atmağa imkan verməyəcək. Xanımlarda bəzi hormonal dövrlərdə maqneziumun aşağı düşməsi nəticəsində bu hal daha da dərinləşə bilər. Bədəninizdə həbs olan sulardan qurtulmaqdan ötürü suyu kəsməyin, əksinə suyun miqdarını artırmalısınız və kalium qəbul etməyi unutmayın. Bol-bol tərəvəz və göy göyərtilərdən istifadə edin. Bu videonu şişkinlikdən əziyyət çəkən bir dostunla bölüşməlisən. Diqqətiniz üçün təşəkkür edirəm. Görüşənədək.